olduqca gərgin və maraqlı oyun şahidi olduq. Xüsusilə ikinci hissədə çox sürətli bir oyun keçdi. Bizim üçün olduqca vacib idi bugünkü oyunda qələbə qazanmaq. Məhz oyunun ssenariyası Payden oyununa daha çox oxşurdu. 1-0 əldə olarkən qol epizodları qaçırtdıq. Sonra 2-1 hesab olarkən yenə qol epizodları qaçırtdıq. Və mənim üçün olduqca vacib idi ki, futbolçular düzgün reaksiya versinlər. Və sona qədər inandılar, sona qədər əzmkarlıq göstərdilər, soyuqqanlı qaldılar meydanda. Hücumlarına davam elədilər və sonda da vurduğumuz gol olduqca önəmli idi. Məsələ hesabın 2-1 və yaxud 3-1 olmasından getmir. Halbuki 2-1-də mən də düşündüm komanda arxaya yaslanacaq. Amma o dəqiqələrdə olduqca önəmli idi ki, arxaya yaslanmayıb hücumu davam etmək və uğuru rəqib komandasında axtarmaq. Bunu edirdilər və şükürlər olsun ki, sonda bizim üçün olduqca önəmli qələbə və 3 xal qazandıq. Sual var. Çox. Artıq ikinci oyunda qismət ehtiyatda qalır. Nə ilə qalır? Hazırlığı ilə qalır? Xeyr, bu bizim sezon boyu əvvəl seleksiya elədikdə, yəni sezon boyu dizdiyimiz bir plan idi. Əgər yadınızdadsa, keçən il uzun illərdir ki, bizdə qismətdə tək idi sağ cinahda və qismət zədələndiyi halda biz çox ciddi problemlər yaşayırdıq. Və belə baxanda İsa da tək idi cinahda, amma indi bu il əlimizdə 3 cinah müdafiəçisi var və sezon boyu bu rotasiyalı şəkildə gedəcəyi. Halbuki Avrokuboklarda 4 yaxşı oyun keçirmişdi qismət və bu günlərdə onun ehtiyatda olması hər hansısa bir kimin kimləsə daha yaxşı olması ilə bağlıdır. Sadəcə olaraq bu oyunlarda belə plan düzdük. Növbəti oyunları təhlil edəcək rəqibi, ona uyğun qərarlar verəcək. Sonradan da hər iki oyunda daxil olduğu oyunda da böyük əzmkarlıq göstərdi və komandanın nə qədər vacib bir parça olduğunu meydanda oyunu ilə göstərdi. Ümumən sezon uzundur. Keçən sezon bu yöndə çox ciddi problemlər yaşadıq. Biz bəzi mövqelərdə məcburən o mövqeyin olmayan oyunçularını oynadırdıq. İndi də heyətimiz kəsaddır. Danışıq apardığımız futbolçular var. Hələ seleksiyamız davam edir və mütləq şəkildə heyətimizi genişləndirməliyik. Konkret belə deyək, gəlməsini gözlədiyiniz oyuncu var ya? Var. Hətta şifahi olaraq razılaşdığımız oyuncu da var. 5-6 futbolçuna danışıq aparırıq. Yəni planımızda 4-5 transfer var gündəmdə, amma edəcəyi, edə bilməyəcəyi artıq bilinmir. Bu siz deyilsə yeri çempionatdan deyək? Yox, heç bir yeri çempionatdan deyil.